Qəbul imtahanımdan başlayaraq jurnalist olmaq istəyimə ailəm, qohumlarım qarşı çıxdı. Onlarla mübarizə apardım. Nəticədə bacardım. Jurnalist oldum. Oldum. Amma bu dəfə də çəkiliş edə bilmək üçün polislərlə mübarizə aparmalı idim. Dəfələrlə aksiyalarda çəkiliş edərkən zorakılığa məruz qaldım. Hər aksiyadan sonra ayaqlarımda, qollarımdakı qançır izlərini sayırdım. Dəfələrlə bölmələrə aparılıb saatlarla dindirildim. Psixoloji, fiziki zorakılıq gördüm. Müstəqil medianı məhdudlaşdırmaq üçün qondarma media haqqında qanun qəbul edildi. Aksiya keçirdik. Dırnaqarası qanunla mübarizə apardıq. Bilirəm ki, həbsdən nə vaxtsa çıxsam, yenə ən başa qayıdacağam. Qohumlarımın ailəmə vaxtında nəzarət etsəydiniz, jurnalist olmağa qoymasaydınız belə olmazdı tipli cümlələri təcridxanaya qədər gəlib çıxır. Nə seçdiyim bu yoldan, nə də bu yolda apardığım mübarizələrdən peşmanam. Peşman deyiləm. Çünki rahatları pozulmasın deyə ədalətsizliyə susub göz yumanların uşaqları, nəvələri indi o ədalətsizliyin qurbanı olur. Bugün biz, sabah növbəti nəsillər qarşılaşacaq bununla. Jurnalistlərin həbsi nə deməkdir? Qayda qanun tanımayan polislər, korrupsiyaya bulaşmış məmurlarla çarəsiz vətəndaşları tək qoymaq deməkdir. Jurnalistlər hüquq mühafizə orqanlarından ümidini kəsənlərin son ümid yeridir. Hökumət bizi həbs etməklə həm də ölkədəki vəziyyəti göstərən işığı söndürmək istəyirdi. Bəs əvəzində nə oldu? İndiyə qədər qapalı saxlaya bildikləri yerə, təcridxanaya, həbs yerlərinə işıq tutduq. Təcridxananın normallaşdırılmış korrupsiya sistemini, rüşvət hallarını, təcridxanadakı həkim səriştəsizliyini, saxlanılan şəxslərə verilməli olan əşyaların verilməməsini, nəzarətçilərin kobud davranışlarını, daimi gəlməli olan isti suyun verilməməsini işıqlandırdıq. Təcridxanada həbs səbəbimizi eşidib, niyə yazırdınız, sizə lazım idi deyə məhbusların bir neçə ay sonra korpus düzəlir, yaxşı ki tutulmusuz demələrini eşitdik. Rasim Sadıqov, ötən proseslərin birində dediniz ki, gülün, görək axırda kim güləcək? Siz bizə hökm oxuyanda da biz güləcəyik. Əgər düşünürsünüzsə ki, bu bizim üçün sondur, yanılırsınız. Biz korrupsiyanın izinə düşüb göndərdiyiniz bütün həbs yerlərində bu qanunsuzluqları ifşa etməyə davam edəcəyik. İnanmıram ki, bu sizə göstəriş verənlərin üzünü güldürəcək. Həbsimizin prezidentin və çevrəsinin korrupsiya əməlləri ilə bağlı olduğunu deyəndə siz rəng alıb rəng verirsiniz. Biz hər belə çıxışdan sonra sizin halbahal olmağınıza gülürük. Bu yaşda nəinki doğruları danışmaq, hətta bunu gənclərin dilindən eşitmək belə sizi qorxuya salır. Ona görə bu dəfə tədarüklı gəlmişik. Ədalətli qərar verməyiniz üçün sizi ürəkləndirə bilməsək də, sizə ürək dərmanları gətirmişik. Bizim çıxışlarımızdan sonra çətin ki, ürək ritmləriniz normal ola. Ona görə bu dərmanları sizə hədiyyə edirik. Sözünə hakim olmayan bir məhkəmə heyəti ancaq bizim gülüşümüzə layiqdir. Biz hamımız əvvəl-axır bu işdən bəraət alacağıq və Azərbaycan hökuməti beynəlxalq məhkəmə qarşısında səhv etdiyini etiraf edəcək. Ona görə gülüşümüzlə bu ciddi görkəm vermək istədiyiniz məhkəmənizin əslində məshəki olduğu gerçəkliyini qaldıra bilmirsiniz. Sizi narahat edən budur. Çarəsi var. Validol və ya Karvalol. Narahat olmayın. Dərmanlar Rusiya istehsalıdır. Bunları içməyiniz hökumətin siyasətinə əks göstəriş olmayacaq.